İndi isə davam eləyək təkhecalı qoşa samitli sözlərlə. Təkhecalı qoşa samitli sözlər eyni cinsli də ola bilər, müxtəlif cinsli də ola bilər, amma tək hecası olsun. Ümumiyyətlə tək heca nə deməkdir? Yəni bir sahitdən ibarət olsun. Məsələn, yazırıq sir sözünü, həll sözünü. Yəni bir çox sözləri burada qeyd edə bilərik. Məsələn, kül sözüdür, hiss sözüdür, fəndi və s. Eyni zamanda digər tərəfdə isə qeyd edirik hansı sözlər, məsələn, hökm, zülüm, sədir, sehir və s. Bu sözləri qeyd edə bilərik. Məsələn, eyni cinsli tək hecalı deyirik. Tək heca olduğunu hardan bilirik? Bir sait var, bir sait. Sir sözündə bir sait var, deməli tək hecalıdır. Həll sözündə bir sait var, tək hecalıdır. Kül sözündə, hiss sözündə, fən sözündə. Eyni zamanda hökm və zülm sözlərində də və s. kimi sözlərimizdə də bir sait var. Ona görə biz bunlara tək hecalı deyirik. Amma biz bunlara tək hecalı qoşa samitli, eyni cinsli qoşa samitli deyirik. Eyni cinsli nə deməkdir? Hər ikisi də eynidir. Hər iki qoşa samitlər eynidir. Amma bunlara tək hecalı, müxtəlif cinsli qoşa samitlər deyirik. Tək hecalı da ona görə ki, bir saiti var, müxtəlif cinslidir. Qoşa samitdir, bəli, iki dənə samit yanaşı işlənibdir. Amma eyni cinsli deyil, müxtəlif cinslidir. Niyə? Çünki biri başqadır, digəri başqa samitdir. Biri başqa samitdir, digəri başqa samitdir. Yəni iki müxtəlif samitin birləşməsidir. Biz ümumiyyətlə bu o qədər də çətin mövzu deyil. Sadəcə olaraq nəyə diqqət etməliyik və nəyə yadımızda saxlamalıyıq? Yadda saxlayın ki, bu kimi sözlərdən sonra saitlə başlanan şəkilçi gələndə, saitlə başlanan şəkilçi gələrsə, hansı hal baş verə bilər? Məsələn, yazırıq sirrə. Saitlə başlanan şəkilçi gələndə qoşa samitlərin ikisi də olduğu kimi qalır. Burada düşmə hadisəsi baş vermir. Və yaxud da deyirik ki, məsələnin həlli asandır. Həlli. Yenə saitlə başlanan şəkilçi gəlir və olduğu kimi qalır. Məsələn, fənnə, saitlə başlanan şəkilçi gəldi və olduğu kimi də qaldı. Yəni, samitlər düşmür. Düşmə hadisəsi baş vermir. Amma bu kimi sözlərdən sonra samitlə başlanan şəkilçi gələndə, qoşa samitlərdən biri düşür. Məsələn, sirlər deyəndə sirrilər formasında olmur. R belə artırıla bilməz, səhv olur. Niyə? Çünki r-nın biri düşməlidir. Bu vəziyyətdə olmalıdır. Sirlər formasında olmalıdır. Sirlər. Tələffüz forması da sirrər. Eyni zamanda, məsələn, fəndən olmur. Belə artırmaq olmaz. Çünki bu düşməlidir. Bu fəndən. Tələffüzü fəndən formasında. Tələffüz forması fəndən. Niyə bunlara hələ ki nümunələr yazmıram? Bir şey qeyd eləyək ki, sizin qabağınıza hiss və kül sözləri həm qoşa, yəni samitlərlə də çıxa bilər. Eyni zamanda tək vəziyyətdə də çıxa bilər. Məsələn, biri var kül, bir l-la yazılsın, bir də var qoşa yazılsın. Eyni zamanda hiss sözü bir s-la da yazıla bilər və qoşa s-la da qabağınıza çıxa bilər. Bunların fərqi nədir? Kül dedikdə, məsələn, əgər bir l-la yazılırsa da, məsələn, ocağın külü ola bilər. Yəni, kül olur da, məsələn, ocaqda odun yanır, boz rəngi olur. Yəni, kül, ocaqdakı kül, ocağın külü mənasında biz bunu bir nə yazırıq? Bir l-la yazırıq. Amma kül bir də var bütöv mənasında. Məsələn, deyirik küllü miqdarda, yəni pul oğurlanmışdı. Yəni bütöv mənasında, bütün mənasında, da küllü yəni çox deməkdir. Kül burada çoxluq mənasını ifadə edir. Bu mənada isə qoşa l-la yazılır. Hiss biri var ocaqdan qalxan tüstü, hiss mənasında. Məsələn, nə deyə bilərik? Çaydanın hissi. Və yaxud da hər hansı bir, bəzən, məsələn, qazan olur, hiss olur, deyirik qazanın hissi və s. Yəni, bu o mənadadır. Amma qoşa hiss yazılan, qoşa s-la yazılan, daha doğrusu hiss sözü
Artıq burada duyğu mənasını ifadə eləyir. Yəni duyğu deməkdir, hiss, duyğu, hiss edirəm ki, hər şey yaxşı olacaq və s. Və eyni zamanda yadda saxlamaq lazımdır ki, belə qoşa samit dedik ki, bu sözlərə samitlə başlanan şəkilçi artırdıqda nə baş verir? Qoşa samitlərdən biri düşür. Həmçinin hiss sözündə də hiss. Siz şəkilçisini artıranda hiss, siz. 3 dənə s yanaşı işlənə bilməz deyə bu s-nın biri düşür, bu elə hissiz formasında da qalır. Hissiz. Çünki 3 dənə s yanaşı işlənə bilməz. Amma qeyd etdiyimiz kimi digərlərində samitlə başlanan bu kimi sözlərə samitlə başlanan şəkilçi artıranda kökdəki qoşa samitlərdən biri düşür. Saitlə başlanan şəkilçi artırdıqda isə samit düşmür. Sadəcə olaraq olduğu kimi qalır. Bu eyni cinslərə aiddir. Sonra keçirik digərlərinə, məsələ hökmdür, zülümdür, bu kimi sözlərdə sehirdir, sədirdir, fəhmdir və s. Bu sözlərdə hansı hadisə baş verir? Bunlardan sonra samitlə başlayan şəkilçi artırdıqda samitlə başlayan şəkilçi tələffüzü fərqlənir. Məsələ hökmdar yazırıq. Tələffüzdə qoşa samitlərin arasına sait daxil olur. Belə. Hökmdar. Artıq burada nə baş verir? Burada səs artımı hadisəsi baş verir. İndi bir də belə bir sual verin. Biz burada deyə bilərik ki, sözdə neçə sait səs varsa, o qədər heca var. Desək ki, sözdə neçə sait səs varsa, o qədər heca var, səhv olar. Çünki sözdə neçə sait səs var? 1, 2, 3. Səs olaraq 3-dür. Elə deyil. 3 sait səs var. Bəs neçə sait hərf var? 2. 1, 2. Yəni, bunu göstərək, çaşdırmasın. 2 sait hərf var. Desək ki, sözdə neçə sait səs varsa, o qədər də heca var. Bu fikir səhv fikirdir. Niyə? Çünki biz hecanı tapanda, ahəngqanı tapanda, vurğunu tapanda nəyə baxırdıq? Tələffüzə yox, yazılışa baxırdıq. Elə deyil. Əgər bizə deyir ki, desək ki, sözdə neçə sait səs varsa, o qədər heca var, təbii ki, səhvdir. Biz desək ki, hökmdar sözündə 3 heca var, səhv eləyək. Demək ki, hökmdar sözündə 2 heca var. Deməli, sözdə neçə sait hərf varsa, o qədər heca var. Səs yox. Bunu yazaq. Sözdə neçə sait hərf varsa, o qədər də heca var. Bu doğru fikirdir. Bu fikir doğrudur. Amma sizə desək ki, sözdə neçə sait səs varsa, o qədər də heca var. Bu fikir səhvdir. Yenə də deyirik, səs yox. Səs yox, nəyə baxmalıyıq? Hərfə baxmalıyıq. Hərf varsa, o qədər heca var. Doğrudur, amma səs varsa, desək ki, sözdə neçə sait səs varsa, o qədər də heca var. Bu yanlışdır. Bunu belə dəfələrlə bir neçə dəfə deyirəm ki, yadınızda qalsın. Çünki bu fikri testlərə salırlar. Yəni, bu qədər. Hissiz sözünə, məsələn, onun hissləri desə, burada niyə dedim, bunu 3 dənə yanaşı gəlməz. Amma məsələn, hiss duyğu mənasında, insanın duyğu mənasında onun hissləri. Baxın, bu doğrudur. Burada çünki duyğudan söhbət gedir deyə, burada l artıranda s-nın biri düşmür. Olduğu kimi qalır. Amma s-la hissiz mənasında deyəndə, hissiz, duyğusuz mənasını ifadə edəndə 3 dənə s-nı qoşa arxa-arxaya vermək alınmır deyə biri düşür, hissiz olur. Amma hissləri deyəndə hiss duyğu mənasında baxmayaraq ki, samit gəlifdir. Yenə də bu qoşa saitlər qalır. Oldu. Yəni bu hiss sözündə istisnalıq təşkil edir ki, baxmayaraq ki, özündən sonra bu qoşa samitdən sonra yenə samitlə başlayan şəkilçi gəlifdir. Amma yenə də bu samitlərdən biri düşmür. Yəni olduğu kimi qalır samitlər.
Bu qədər.